Salam əziz izləyicilər. Biz bugün sizinlə 13-cü suala baxacağıq. 13-cü sual qəbul tipi sualdır. 13-cü deyir: Böyük Qafqazın şimal-şərq, yəni A-dan B-yə və cənub B-dən C-yə yamaclarında hansı iqlim yarım tipləri fərqlidir? Bir də deyir: Küçük raketçən mülayim isti iqlim. Küçük raketçən mülayim isti iqlim biz A-dan B-yə doğru getsək var. Amma B-dən C-yə doğru getsək görmürük. Deməli bir fərqlidir burada. Biri götürürük. 2'ye baxırıq. Küçük mülayim keçən yarım səhra və quru çöl. Küçük mülayim keçən yarım səhra quru çöl həm A-dan B-yə getsək, həm də B-dən C-yə getsək rast gələrək. Deməli 2 yanlışdır. Bütün fəsillərdə bol yağıntı soyuq iqlim tipi. Bu yalnız biz Böyük Qafqazın cəmi yamacında görürük. Yəni C-dən B-yə getsək biz bunu müşahidə edə bilərik. 3 də götürürük. 4'e baxırıq. Küçük raketçən soyuq iqlim tipi. Küçük raketçən soyuq iqlim tipində biz C-dən B-yə doğru getsək görmərik. Amma biz A-dan B-yə doğru gəlsək, bəli, Böyük Qafqazın şimal-şərq yamacında var. Deməli 4-də doğrudur. 5'e baxırıq. Yağıntılara bərabər paylanan mülayim isti iqlim həm Böyük Qafqazın cəmi yamacında var, həm də şimal-şərq yamacında. Bu hər ikisinə aiddir. 6. Yay quru keçən mülayim isti iqlim. Yay quru keçən mülayim isti iqlim nə C-dən B-yə getsək, nə də biz A-dan B-yə getsək bu istiqamətlərdə rast gəlmərik. Deməli bu da yanlışdır. Deməli burada olacaq 1, 3, 4. Doğru cavabımız D variantı.